Bir ara spirtli içki reklamına çəkilmişdiniz. Sizi çox qınadılar. Deyirdilər, Rəşid müəllimə ağsaqqal kimi hörmət edirik. Hər zaman milli dəyərlərdən danışır, gərək bunu etməzdi. Xanım, bu belə olmayıb. 37-ci ildir ki, hər 5-ci gün medinsu müəllimlər, 15 nəfər alim yığılırıq, gedirik, bax, Ağdaş restoranına, orada çörək yeyirik, kimin nə problem var, onu həll edirik. Bunlar da içirlər, mən də içirəm, pəncə, yalan danışmıram mən. Yaxşaraq içirəm mən. Mən deyirəm, ay insanlar, birinci içməyin, müsəlman ölkəsində araq zavodu olmamalıdır. İçki içilməməlidir. Mən bunların hamısını orada demişəm. Amma içirsinizsə normal araq için. Təxminən bir 45-50% kişilərimiz araq içirlər. Rusdan qalmadı. Bəlkə də çox. Bəlkə də çox. Bəli. Bu Rusdan qalmadı. Kadınlardan da içənlər var valla. İçirsən deyirəm, ay yazıq, ömrünü qısaltma. Yəni yaxşı araq işte. Mən nə deyim ki? Deyirsiniz. Mən həkim kimi, mənim borcumdur demək istəyir. Onlar da hamısını kəsib tılıyor, orada gəlir arağa, bu araq. Yəni bu araqlarız, bu yaxşı araqdır da. Mən indiyə qədər nə Sovet dövründə bir əməlli başlı yaşamamışam, nə indiyə elə yaşamamışam. 51 il işləmişəm, 170 manat mənə pensiya verirlər. Avropanın maaşını gətir buraya, 2000 evro alır hər bir adam. O ölkənin... Avrovision bu ölkəyə nə verəcək? Bu tip adamların bura gəlməsi bizə əməlli başlı sərf eləyir. Əməlli başlı iqtisadi təkan deyir. Sən onu bilirsənmi ki, sənin Azərbaycanın yerinin altıda Qızılday üstüdə. Sən onu bilirsənmi ki, dövlətimiz pul haraya xarışlamağın yerini bilmir, ha? Yox, niyə? Düzəldirlər hamısını, niyə ki? Oran düzəldir, mən də düzəlsin. Ne inirəm o qızıl teşli ki, ona mən qan kusuram, ya? Ne inirəm mən onu? Xanım, o qədər kasıbçılıq içində yaşamışam ki, mən. İndi həm işləyirəm, həkim kimi, həm də medinusdan, həm də pensiya alıram. Müəyyən qədər də dolanmağa var. 3 ailə kömək edirəm. Bir oğlumun ailəsi, bir qızımın birinin ailəsi. O birisi yaxşıdır. Bir də özümün ailəm, yoldaşım. Üçümüz mən dolandırıram. Andolsun Allah. Maşına binirik, qızımla gedirik evimizə. Taksi 3 manat 50 qəpikdir. İndi şəhərin mərkəzindən Patandarda yaşayıram. Patandarda aparırım.